Xəbər verdiyimiz kimi Türkiyəli müğənni Doğuş məşhur Survivor yarışmasına qatılıb. Bugün TV xəbər verir ki, ötən gün yayımlanan buraxılışda ifaçıya həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayət qızı məktub göndərib. Aparıcının "Sənsiz keçən hər gün çətin olsa da, ürəyimizdə ümid və səbrlə səni gözləyirik. İnanırıq ki, hər şey yaxşıdır. Arda və Arın sənə sürpriz hazırlayırlar" sözləri Doğuşu kövrəldi. Aziz hayat yoldaşım, sensiz geçen her gün çetin olsa da yüreğimizde ümit ve sabırla seni gözleyirik. İnanırıq ki her şey yaxşıdır ve sen de yaxşısan. Arda ve Arın sana sürpriz hazırlayırlar. Benim dediğimi bilmesinler. Gamsız mahnını piyanoda ifa etmek için artık müellimleriyle meşklere başlayıplar. Her an seni düşünürük. Sensiz darıxırıq. Özüne yaxşı bak. Bil ki seni seven ve seni hasretle gözleyen Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV. eşin.